Bismillah, elhamdülillah və salatu və selamu alə Rasulillah. Allah-u Teala'ya sonsuz həmd sənalar olsun. Onun göndərmiş olduğu son peyğəmbər olan Muhammed Mustafa sallallahu aleyhi və səlləmə salatu selam olsun. Allah Resulü sallallahu aleyhi və səlləm bir hədis şərifində buyurur ki, Allaha və axirət gününə inanan kəs, insan ya xeyir söyləsin, ya da ki, sussun. Artıq ömrümüzdən bir Ramazan gəldi, keçdi. Ramazanın həsrətini artıq biz hiss eləməyə başlamışıq. Ramazanla bu günlərimizin fərqini duymağa, hiss eləməyə başlamışıq. Artıq bir çoxumuzun ibadət həyatında Ramazandakından biraz daha fərqli işlər meydana gəlib. Artıq Ramazanda etdiyimiz qədər, etdiyimizin bənzəri dualar etməkdə, namazlar qılmaqda, oruçlar tutmaqda çətinlik çəkər hala gəlmişik. Bəs necə eləyə bilərik ki, insan Ramazandakı o dini həyəcanını, Ramazandakı ibadətlərə yönəlik həyəcanını, ibadətlərdən aldığı o həzzi, ləzzəti davamlı bir hala gətirərək, ilin bütün aylarında məhz bu şəkildə belə gözəl Ramazanda edildiyi qədər olmazsa da, yəni ən azından Ramazana bənzər bir həyəcanla ibadətləri necə yerinə yetirmək olar deyə bir video çəkmək qərarına gəldik. Ramazan çıxandan sonra mənim də həyatımda müəyyən şəkildə Ramazandan fərqli abu-hava meydana gəlmiş oldu sanki. Ramazanda etdiyim kimi yalvarıb yaxararaqdan, tam səmimiyyətlə, işin içərisinə biraz da göz yaşı qataraqdan dua etməyib də, dualarımızı sanki biraz həyəcansız etməyə başladığımızı fərq elədim. Namazlarımızı Ramazandakı kimi qılmamağa başladığımızı fərq elədim. Və bir araşdırmaya baş qoydum. İstədim ki, bu məsələni araşdıram ki, mən necə ola bilər ki, yəni Ramazandan etdiyim kimi niyə ibadət edə bilməyim, Ramazanda olan həyəcanımı niyə qoruyub saxlaya bilməyim. İnsan istədiyi şeylərə nail ola bilir bir çoxuna, Allahın izni ilə. Və bu da mənim istədiyim şeydir ki, Ramazanın həyəcanını yenidən bir ömrümə yaya bilim, paylaşdıra bilim, bərabər bölgü eləyə bilim, bu həyəcanı itirməyim. Və belə bir araşdırma elədikdən sonra belə bir qənaətə gəldim ki, deməli, insan sevdiyi işləri gördüyü zaman və nəsə bir mükafat aldığı zaman, sevinə biləcəyi işlərlə qarşılaşdığı zaman insanın bədənində o xoşbəxtlik hormonu deyilən bir hormon var. Onun yaranma prosesi əmələ gəlir və o xoşbəxtlik hormonu meydana gələndə insan olduğu şəraitdən, gördüyü işdən həzz almağa başlayır, xoşbəxt hiss eləyir özünü və daha sonra həmin işi təkrar yerinə yetirməyə çalışır ki, o xoşbəxtlik hissini davamlı tuta bilsin, xoşbəxtlik hissinin sanki biraz müddətini artıra bilsin. Və bununla bağlı mən bunun üzərində təfəkkür etdim, düşündüm, gördüm ki, bunun içərisində ani xoşbəxtliklər var və ani olmağı ilə bərabər əvvəlindəki xoşbəxtliyi sonradan bir pərişanlığa çevirən hal da var ki, bu da xoşbəxtliyin ani olması da insan sonradan üzən şeydir. Xoşbəxtlik bitdi, yenə də xoşbəxt olmaq üçün nəsə bir səbəb, bir qayə axtarmış olur insan. Baxın, adicə daha aydın deməyə çalışsaq, məsələn, bir insan qaçmaq işi ilə məşğuldur, qaçır, səhər tezdəndən durur, qaçır məsələn. Və yaxud da ki, TikToka baxır məsələn, TikTokda müəyyən gülməli videolara baxır, YouTube'da müəyyən gülməli videolara baxır məsələn insan və o gülür, güldüyü vaxt özünü xoşbəxt hiss edir və daha sonra istəyir ki, həmin o xoşbəxtçilik yenə bunun həyatında olsun, davam eləsin, təzədən bir də başqa bir gülməli video tapır və daha sonra və zaman keçdikcə bu gülməli videoların, belə deyək, bitişində insana da artıq o ucuz dopamin dediyimiz işlər, məsələn, bəsit işlər də insanın başını qatan, vaxtını aparan, ömrünü, belə deyək, beyhudə şəkildə keçirməyə səbəb olan işlər insana adiləşməyə başlayır və insan da artıq hər videoya baxıb gülmür, hər yerə gedəndə xoşbəxt olmur. Məsələn, üzr istəyirəm, içki içən insanlar özlərini müəyyən şəkildə o dopamini əldə elədiklərinə görə
əvvəl-əvvəl yavaş-yavaş xoşbəxt hiss edirlər, biraz xoşbəxt hiss edirlər və daha sonra o əvvəlki içdikləri qədər yenə içsələr də bir müddət keçəndən sonra daha artıq ona o xoşbəxtliyi ən birinci əldə etdiyi qədər xoşbəxtlik vermir ona və daha çox içmək istəyir, daha çox içki içərək daha xoşbəxt olacağını zənn edir. Belə deyək, bu dopaminləri iki hissəyə böldük biz. Bir, ucuz olan dopamin ki, insana müəyyən şəkildə ziyan verən, ancaq insanın onu əldə eləməyə can atmağı və əldə elədikcə də zaman keçdikcə daha çoxuna ehtiyac duyduğu və sonunda peşmançılıq duyduğu bir hiss. Bu ucuz dopamindir. Və digər tərəfdə də bahalı dopamin dediyimiz işlər var ki, məsələn, bir insan gedir məşq edir. Məsələn, əzələlərini inkişaf elətdirir, bədənini inkişaf elətdirir. Yəni, kiməsə göstərməkdən ötəri əlbəttə ki, deyil. Daha sağlam bir bədənə sahib ola bilmək üçün, daha, məsələn, insan ağarır, gedir, pəhriz saxlayır. Pəhriz saxlamağının nəticəsində sonra görür ki, bir neçə kilo arıqlayıb, bir neçə kiloqram arıqlayıb və daha rahat hərəkət eləyə bilir insan. Əlbəttə ki, özü üçün daha rahat hərəkət eləyə bilir. Məsələn, mədə piylərini əridir və bunun nəticəsində əldə elədiyi nəticəyə baxaraqdan insan xoşbəxt olur. O xoşbəxtlik hormonu ortaya çıxmış olur və bu xoşbəxtlik hormonu insanı biraz daha xoşbəxt olmağa, əlbəttə ki, bu hormon insanı daha xoşbəxt olmağa, belə deyək, yönləndirir. Və daha sonra kitab oxumaq, məsələn. İnsan bir kitabı oxumağa başlamamışdan əvvəl biraz çətinlik çəkir. Kitab oxuyan insan deyilsə, oxuyur, ancaq sonra müəyyən şəkildə kitabı oxuyur, yekunlaşdırır. Görür ki, adam bunun həyatına çox şeylər qatdı. Kitabdan baxdı, müəyyən həyatına yön verəcək işlər gördü. Məsələn, bir insanın bir həyatını oxudu, onun həyatından müəyyən şəkildə təsirləndi. Və yaxud da səhər tez durmaq yuxudan, məsələn. Bu, bahalı dopaminlərdən biridir. Bahalı xoşbəxtlik hormonlarından biridir. Səhər yuxudan insan tez durur, müəyyən şəkildə işlərini görür, daha yaxşı nəfəs alır, havanın daha təmiz vaxtında nəfəs almış olur və məsələn, kənd yerindədirsə əgər, şəhər yerində də bəzən olur, o quşların zikirlərinin səsini eşidir, həyat ona daha gözəl, xoş gəlməyə başlayır. Ancaq o yatsaydı, məsələn, insan yatmaqla xoşbəxtlik əldə edir, məsələn. Misal üçün, elə ucuz dopaminlər də var. Adam yatır, xoşbəxt hiss edir özünü. Mən yatdım deyir. Bunu bir növü irəli getmək kimi zənn edir. Ancaq o ucuz dediyimiz dopaminlərin sonunda insan o yaşadığı xoşbəxtliyin 2 misli, 3 misli özünü pis hiss eləmə halda ortaya çıxmış olur. Ancaq bahalı dopamin dediyimiz işlərdən ən, belə deyək, mötəbəri, ən gözəli də məhz ibadətlərdir. Məsələn, namaz qılmamışdan əvvəl insana dəstəmaz almaq insanın gözünə durur. Deyir ki, bu kimdir bu soyuqda dəstəmaz alan, nə bilim, biraz ərincənlik olur sanki. Ancaq sonra gedir, o namazı yekunlaşdırandan sonra, o artıq sonunda namazın dua bölməsinə gələndən sonra, namaz əlbəttə ki, Allah Teala tərəfindən bizlərə əmr olunubdur. Hər bir namaz bizim çiyinlərimizdə yükdür. Hər keçən vaxt namazı bizim çiyinlərimizdə yük deyil, yəni yük deyəndə o mənada yük yox, bizim məsuliyyətimiz var ona qarşı, məsuluq namazlardan. Bu baxıma insan namaz qıldıqdan sonra Allah Teala'nın ona verdiyi nemətlərdən dolayı şükran borcunu yerinə yetirmiş olur və bu insana xoşbəxtlik bəxş edən bir şeydir və onun insan inanın ki, qarşılığını əldə elədiyini bildikdə Allah Teala tərəfindən ki, Rəbbim mənə bu etdiyim ibadətlərin nəticəsində müəyyən şəkildə qarşılıq verəcək. Bunların qarşılığını necə ki, Allah Teala Zilzal surəsində buyurur ki, kim zərrə qədər xeyir işləyərsə, xeyir iş görərsə, onun qarşılığını alacaq. Kim də zərrə qədər pis iş görərsə, şər iş görərsə, onun qarşılığını alacaq. Bunu bilən insan ancaq xeyir işləməyə çalışacaq. Ancaq bilək ki, ən xeyirli iş insanın özünə
xeyri olan işdir. Bir insan əgər özünün xeyrini düşünmürsə, yəni sən məndən daha vacibsən, heç kimə ya dili ilə, ya əməli ilə, heç kimə demir yəni. Bu baxıma insan bir özünü düşünməlidir. Özünə yaxşılığı, özünə xeyri dəyən insan sizə də müəyyən şəkildə xeyri tövsiyə eləyə bilər. Mən hər birimizə bir tövsiyə olaraq, bir məsləhət olaraq, bir belə deyək, təklif olaraq deyərdim ki, bu bahalı dopamin dediyimiz bu işə, məsələn, ibadətlərə, yaxşı işlər görməyə yavaş-yavaş yönələk. Ucuz dopaminləri həyatımızdan yavaş-yavaş çıxaraq. Ucuz dopamin nə deməkdir? İnsan əldə eləyir, müəyyən şəkildə xoşbəxtlik də yaranır insanda olur, xoşbəxt də özünü hiss eləyir və daha sonra get-gedə o xoşbəxtliyi biraz da dadmaq istəyir, biraz da anlıq olduğuna görə. Ancaq bahalı dopaminin xoşbəxtliyi, məsələn, Ramazan ayında bir çoxumuz oruç tutmuşuq, Ramazanın son başlığından sonuna qədər. Ramazan bayramı da keçibdi, artıq üstündən xeyli günlər də keçibdi. Ancaq biz etdiyimiz ibadətlərin hələ də ləzzətini alırıq, hələ də həzzini alırıq və bu həzz sadəcə bu dünyalıq da deyil, axirətdə də var bunun davamı daha üst pilləsi. Bu baxıma Allahın izni ilə Ramazan sonrasında heç də ibadətləri bir kənara qoymadan, həyatımızda ibadətlərə çox böyük, önəmli, əhəmiyyətli bir yer ayıraraqdan həyatımızı davam elətdirməyə çalışaq. Həyat davam eləyir. Necə ki, Rəbbimiz Quran-ı Kərimdə buyurur ki, وَعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينَ Sənə ölüm gəlincəyə qədər Rəbbinə ibadət et. Yəni, Ramazan çıxana qədər deyil. Ramazandan sonraki aylarda da, digər Ramazana qədər də sənə ölüm gəlib çatana qədər Rəbbinə ibadət et və bu inanın ki, ibadətlərdə dünyalıqları bir kənara qoyaraq ibadətlərimizi yerinə yetirə bilsək, biz çox xoşbəxt olacağıq. Baxın, biz işləri bir-birinə qatmağı çox eləyirik. İşləri bir-birinə qatmamaq lazımdır. Məsələn, bir insan maşın sürdüyü vaxtı evə çatıb nə yeyəcəyini fikirləşir. Yemək yediyi vaxtı, yeməyi bitirəndən sonra görəcəyi işi fikirləşir. O görəcəyi iş vaxtı sabahki gündə işdə nə olacaqsa onu fikirləşir. Sabahki gün gəlir, o işdə başqa şey fikirləşir. Hər işin içərisində həmin işə daha çox diqqətimizi yönəltsək, daha çox o işlə aşina olmağa çalışsaq, bütün işlərimizi çox gözəl şəkildə yerinə yetirəcəyik və gördüyümüz işdən də xoşbəxt olacağıq. Buna görə də biz namazlarda məsələn başqa şey fikirləşirik. O başqa bir işi yerinə yetirəndə məsələn namazı fikirləşirik. Hər işi öz belə deyək vaxtında həm bədənlə, həm ruhən icra eləməyə çalışaq Allahın izni ilə. Rəbbim ibadətlərdən xoşbəxt ola bilən, ibadətlərin həqiqi feyzini, bərəkətini duya bilən, ala bilən qullarından etsin bizi inşallah. Allah Teala həyata dair bütün işlərimizi həm bu dünyalıq həyata, həm axirət həyatımıza dair bütün işlərimizi asanlaşdırsın.